Son vaxtlar Top Face'dən olan bu highlighter və sabitləyici sprey o qədər çox qarşıma çıxırdı ki, mən də yoxlamaq qərarı aldım. İndi isə gəlin ikisini də yoxlayaq və nəticəyə baxaq. Wow. Ən çox sevdiyim xüsusiyyətlərindən biri isə incə teksturalı olmasıdır. Dəriyə çox rahat yayılır və ona təbii bir parlaqlıq verir. Məndə olan 002 nömrəsidir. Ən çox bronz və isti ton makyajlarla uyğunlaşır. Gün işığında isə tamamilə fresh bir görüntü görünür həqiqətən. İndi isə keçək sabitləyici spreyə. Bu sprey üzünüzdə qətiyyən ağır və yapışqan bir hiss yaratmır. Makyajınızı daha fresh saxlamağa kömək edir. Eyni zamanda makyajınızı gün ərzində uzun bir müddət sabit saxlamağa kömək edir. Mənim isə ən çox sevdiyim tərəflərindən biri budur ki, makyajınız parlaq görünür. Highlighter'ın effektindən makyajın fonu çox qəşəng görünür həqiqətən. Üstəlik hər iki məhsul da qiymət cəhətdən münasibdir. Məncə hər ikisini də yoxlamağa dəyər.